Yüksək təzyiq bir çox insanın düşündüyündən daha səssiz və təhlükəli ola bilər. Bəzən baş gicəllənmə, ürək döyünmə, yorğunluq və ya sinə nahiyəsində narahatlıq hiss edirik, amma səbəbi tam anlaya bilmirik. Hər gün süfrəmizdə olan bəzi qidalar isə damarlara ciddi yük salaraq təzyiqin qalxmasına səbəb olur. Bu videoda təzyiqi artıran 6 qidanı açıqlayacağam və onları həyatınızdan çıxardıqda necə fərq yarandığını özünüz görəcəksiniz. Videonu sona qədər izləməyi unutmayın. Əgər sağlamlıqla bağlı belə məzmunların davamı gəlməsini istəyirsinizsə, kanala abunə olun və videonu bəyənərək dəstək verin. Başlayaq. Duzlu pendir. Süfrənin günahsız görünən təzyiq tələsi. Səhər süfrəsində pendir çoxumuz üçün ayrılmaz bir vərdişdir. Hətta o qədər adiləşib ki, pendirdən nə olacaq ki, deyə düşünürük. Amma duzlu pendir təzyiq problemi yaşayan insanlar üçün ən təhlükəli gündəlik seçimlərdən biridir. Tərkibindəki yüksək duz bədəndə suyun toplanmasına səbəb olur. Bu isə qanın həcmini artırır və damarların içinə düşən yükü gücləndirir. Nəticədə təzyiqin qalxması qaçınılmaz olur. Baş gicəllənmə, qulaqlarda küy, əsəbilik, ürək döyünmə kimi şikayətlər çox zaman başqa səbəblərdə axtarılır. Halbuki günahkarlardan biri süfrədəki pendir ola bilər. Bu vərdişi dəyişmək üçün pendirdən tam imtina etmək şərt deyil. Sadəcə daha az duzlu növlərə keçmək, pendiri suya qoyub duzunu azaltmaq və ya alternativ olaraq kəsmik və duzsuz pendir seçmək kifayətdir. Kiçik dəyişikliklər bir neçə həftə ərzində təzyiqin stabilləşməsinə kömək edə bilər. Unutmayın, bəzən böyük problemlər elə ən kiçik qida seçimlərindən başlayır. Zeytun. Sağlam görünən duz yükü. Zeytun çox vaxt faydalı yağ mənbəyi kimi tanınır və həqiqətən də tərkibində sağlam yağlar var. Amma burada vacib bir məqam göz ardı edilir. Zeytun duza yatırılaraq saxlanılır. Bir ovuc zeytun bəzən gündəlik duz norması qədər yüklənmə yarada bilir. Bu isə damarların iç təzyiqini artıran ən təhlükəli faktorlardan biridir. İnsan zeytunu sağlam deyə düşünərək hər gün süfrəyə rahat şəkildə qoyur. Amma nəticədə qan həcmi artır, damar divarına gərginlik düşür və təzyiq yuxarı qalxır. Xüsusilə səhər süfrəsində zeytun, çörək və pendir üçlüyü ilə başlayan günlərdə bu təsir daha güclü ola bilər. Zeytunu tam tərk etmək şərt deyil. Sadəcə porsiyanı azaltmaq, daha az duzlu növlər almaq və ya yeməzdən əvvəl zeytunu suda saxlamaq duz yükünü xeyli aşağı sala bilər. Alternativ olaraq daha yüngül yağ mənbələri, məsələn avokado və ya duzsuz zeytun pastası seçilə bilər. Kiçik dəyişikliklər belə damarların yükünü azaltdığından təzyiqin sabit qalmasına kömək edir. Hazır şorbalar, bulyon kubu və paket şorbalar. Hazır şorbalar və bulyon kubları bir çox mətbəxdə tez həll kimi görünür. Xüsusən işdən yorğun gələn insanlar üçün bu məhsullar böyük rahatlıq yaradır. Amma məsələ ondadır ki, bir qab hazır şorbanın içində bəzən gün ərzində qəbul edilməsi lazım olan duz miqdarından da çox duz ola bilir. Bu qədər duz bədəndə suyu saxlayır, qan həcmini artırır və damarların içinə düşən təzyiqi yüksəldir. Nəticədə təzyiqi oynayan, tez əsəbləşən, yuxuda narahatlıq yaşayan insanlar səbəbi başqa yerdə axtarır, halbuki günah adi bir paket şorbada gizlənmiş ola bilər. Bu cür məhsulların tərkibində təkcə duz yox, dad artırıcı qatqılar da olur. Bu qatqılar sinir sisteminə təsir göstərərək bədəni daha çox su tutmağa meyilli edir. Ən yaxşı həll evdə bişirilən sadə şorbalara qayıtmaqdır. Təzə tərəvəzlə, az duzla hazırlanan adi bir ev şorbası həm bədəni yormaz, həm də təzyiqi sabit saxlamağa kömək edər. Vaxt azlığında belə az duzlu tərəvəz şorbaları və ya hazır olmayan bulyonlarla bişirilən sadə yeməklər daha doğru seçimdir. Qazlı içkilər, şirin dadın gizlətdiyi təzyiq oyunu. Qazlı içkilər, xüsusən də cola, fanta və digər şirin içkilər çoxlarının həyatında demək olar ki, gündəlik vərdişə çevrilib. Dadı xoş, içməsi asan və sərinləşdirici təsiri olduğuna görə
İnsan bu içkilərin orqanizmə vurduğu ziyanı çox zaman düşünmür. Amma bu içkilərin tərkibində olan yüksək şəkər damar divarlarını zəiflədir və bədənin insulin səviyyəsini sürətlə qaldırır. Bu proses damarların daralmasına və təzyiqin artmasına səbəb ola bilər. Şəkər artdıqca bədən daha çox su saxlayır. Nəticədə qan həcmi yüksəlir və damarların üzərinə düşən təzyiq güclənir. Daili qazlı içki istifadəsi vaxt keçdikcə təzyiqin oynamağına, ürək döyüntüsünün artmasına, yuxu pozğunluqlarına və yorğun oyanmağa səbəb ola bilər. İnsan çox vaxt səbəbi stressdə və ya gec yatmaqda görür, amma içdiyi bir stəkan qazlı içkinin təsirini göz ardı edir. Daha yaxşı seçim isə su, mineral balanslı içkilər və təbii meyvə sularıdır. Əgər qazlı içkidən tam imtina etmək çətindirsə, qəbul tezliyini azaltmaq və şəkərsiz alternativlərə keçmək ən real çıxış yoludur. Bədən bir neçə həftə ərzində özünü daha yüngül hiss edəcək və təzyiq daha stabil olacaq. Turşular, hər evdə olan səssiz duz partlayışı, xiyar, kələm, bibər və digər turşular çox evdə süfrənin daimi qonağıdır. Xüsusilə ət, plov və ya yağlı yeməklərin yanında turşu yemək sanki mədəni ənənəyə çevrilib. Amma turşuların hazırlanma prosesi duz və sirkə üzərində qurulduğu üçün bu məhsullar duz yükünü kəskin şəkildə artırır. 1-2 həftə deyil, aylarla duzun içində qalan tərəvəz bədən üçün adeta duz kapsulu kimidir. Bu duz bədənə daxil olduqda damarların iç təzyiqi yüksəlir. Orqanizm daha çox su saxlamağa başlayır və nəticədə qan həcmi artır. Bu proses təzyiqi təkcə qaldırmır, həm də stabilliyini pozur. Yəni bir qalxıb bir enən, insanı daha da yoran vəziyyət yaradır. Turşu istifadəsi artdıqca baş ağrıları, tez əsəbləşmə, gecələr rahat yatmama və bədəndə şişkinlik kimi şikayətlər də özünü daha çox göstərir. Çox insan bu əlamətləri havanın dəyişməsinə və ya yorğunluğa bağlayır. Amma səbəb çox vaxt süfrədəki turşuda gizlənir. Əgər tam imtina etmək çətindirsə, porsiyanı azaltmaq və turşunu gündəlik yox, həftəlik istifadə etmək kifayət qədər təsirli addımdır. Həmçinin, duz səviyyəsi aşağı olan təbii marinadlar daha zərərsiz alternativ ola bilər. Və sosis. Rahat görünən amma damarları sıxan sürətli seçim. Kalbasa, sosis və bu qəbildən olan hazır ət məhsulları bəlkə də ən geniş yayılmış sürətli yemək seçimlərindəndir. Çox vaxt tez hazırlanan, doyumlu və rahat kimi görünür. Amma bu məhsulların tərkibi həm yüksək duz, həm də çoxlu qatqılarla doludur. Məhz buna görə də kalbasa və sosislər təzyiqi yüksəldən qidaların siyahısında ən üst sıralarda dayanır. Bu məhsullardakı duz bədənin suyu tutmasına səbəb olur, damar içindəki təzyiqi artırır və qan dövranını yükləyir. Üstəlik, emal prosesində istifadə edilən qatqılar damar divarlarını zəiflədir. Bədənin iltihab səviyyəsini artırır və təzyiq oynamağını daha da gücləndirir. Bu cür qidalar daim istifadə edildikdə baş ağrısı, halsızlıq, fiziki gücün azalması və yuxunun keyfiyyətinin aşağı düşməsi kimi əlamətlər özünü daha çox göstərir. İnsan isə çox vaxt səbəbi stressdə, havada və yuxusuzluqda görür. Halbuki problem süfrəyə atılan bir dilim kalbasa ilə başlayır. Daha sağlam alternativ kimi evdə bişirilmiş ət, toyuq filesi və ya az duzla hazırlanmış təbii ət yeməkləri seçilə bilər. Yemək vaxtı doğru seçilən bir alternativ uzun müddətdə təzyiqin daha stabil qalmasına və bədənin özünü daha yüngül hiss etməsinə kömək edir. Təzyiq hər yaşda təhlükəli ola bilər, amma unutmayın, düzgün seçimlərlə onu nəzarətdə saxlamaq mümkündür. Bu videoda göstərilən qidaları azaltsanız, bir neçə həftə ərzində özünüzü daha yüngül, daha rahat və daha enerjili hiss etməyə başlaya bilərsiniz. Bəzən böyük dəyişikliklər elə kiçik vərdişlərdən başlayır və süfrəyə nə qoyduğumuz bədənimizin necə işlədiyini birbaşa müəyyən edir. Əgər bu mövzuların davam etməsini istəyirsinizsə, kanala abunə olmağı, videonu bəyənməyi və bildirişləri aktiv etməyi unutmayın. Sizin dəstəyiniz bizim üçün çox önəmlidir və bununla daha çox insana çata bilərik. Sonda sizə bir sual. Bu qidalardan ən çox hansını gündəlik istifadə edirsiniz? Fikirlərinizi və təcrübələrinizi şərhlərdə yazın. Sizin rəyləriniz növbəti videoların mövzularına da yön verəcək. Sağlam qalın, özünüzə yaxşı baxın
və növbəti videoda görüşərik.